Salam, mən gəldim. Yenə günəşdən əvvəl oyanıb işə gedirəm. İşte ayaqqabılarımı dəyişirəm. Yəni ki, mən də hündür taban kablok geyinə bilirəm. Bəzən xanım xatın oluram. Yenə səhər-səhər bir dənə bananımı yeyirəm ki, günə başlaya biləm. Yoxsa çox ac hiss eləyirəm. Ümumiyyətcə bananı, meyvə yeməyi çox sevirəm. Kalendarımı işarələyirəm. Bu gün ayın artıq 18-idir. Yeni ilə çox az qalıb və bu da məni həyəcanlandırır. İşte bizə belə bir balaca konfet verdilər. Skandik, sonra şokolad yedim. Günorta yeməyində tam doymamışdım deyə. Daha sonra iş yoldaşımın atası rəhmətə getdiyinə görə Allah rəhmət eləsin. Onu görməyə getdik. Sonra yenə mənə rafiyolla verdilər. Onu yedim və evə gəldim. Evə gəldim, ev paltarlarımı geyinib, daha sonra özümə yemək hazırlayacağım. Dünənki videoda gördüyünüz qədərilə üzümə gelim, daha doğrusu misellar suyum bitdi. Sonuncusunu istifadə elədim. Ona görə də hal-hazırda bu CeraVe'nin üzümə geli ilə bu bütün dərilər üçün uyğundur. Artıq üzümü təmizləyəcəm. Və dünən bişirdiyim yeməkdən mənə də qalıb. Əla, deməli yemək bişirməli olmadı. Bugün qızım nənəsi gildə qalmaq istədiyinə görə mən onun üçün yemək bişirməli deyiləm. Belə bir ikramdan da qalıbdı. Bunu mənə qaynanam verib və yeməyim də var. Pomidor xiyar da doğrayım ya da turşu çıxarım. Bəlkə də kök çuğundur salatı da eləyə bilərəm. Bunu çox sevirəm. Həm də sabaha da qalar. Yemək yeyim, əgər axutum olsa, həvəsim olsa eləyərəm. Bir də sabah üçün çox həyəcanlıyam. Çünki bizdə sabahları rəngli hədiyyə günüdür. Deməli, mənə bənövşəyə rəng düşüb. Paketimi indidən götürüm. Bir dəqiqə. Baxın, burada da paketim. Sabahları görək başqa kimlərinə hədiyyə gətirəcək. Çox həyəcanlıyam. Ona görə də sabah yenidən görüşərik inşallah.